atacağım. Bunu sən həmin adama deyərkən sənin qulağın eşidir bunu və nə edir? Proqramlayır. Söhbət budur deyir yəni. Və bizim hər birimiz Azərbaycanda bir həyat yaşayırıq. Amma rahatlıqla deyərəm ki, gün ərzində kənardan, televiziyadan, cəmiyyətdən, insanlardan sizə gələn informasiyanın 90% negativdir. Razıyıq, 90% bədbin, səni aşağı sürükləyən, səni yolundan döndürən informasiyalardır. Pozitiv informasiya, bir şən, şakra, bir xoş bir, ürəyi fərah gətirəcək bir informasiya bəlkə 10%-dir. Düzdür? Ona görə sən nə ilə qidalanmalısan? Bununla, yolunla, xəyallarınla, pozitivliklə, alınacağıyla, inamla, bununla sən beynini qidalamalısan. Çox toksik bir mühitdə yaşayırıq. Ona görə bu sənin üzərinə düşür ki, sağlam qidalanasan. İnformasiya sənə sağlam gəlsin. Ona görə dostlar, bunun üçün nə edirik? Xəyallarımızı çəkinmədən bölüşürük. Bu zaman sizin həyatınızda nə baş verəcək? Bir, beyin artıq o xəyallar, o yola aid informasiya falan bir şey olanda sosial medyada, getdiyin küçədə, orada, burada tıp onu açıb sənə göstərəcək yəni. Tamam mı? Biz qərar vermişdik ki, Samsung'un bir dənə limited şeyi çıxmışdı. Portret kimi televizor. Portret kimi. Yəni divara oturdursan portret kimi, arxası yoxdur. Oturur belə şəkil kimi. Evdən çıxdıq və baxırıq ki, heç arada yoxdur. Bir dənə Bakının hansısa bir yerində o molda var, o mağazada var. Ancaq maşını sürüyor, oraya gəlib orada tapmalıyıq. Bunu gedərkən mən ən az bir 60 sürətlə gedirəm də, yəni. Mənim üçün bütün mağazalar belə keçir də, düzdür? Yoldaşım da mən də o mağazalar içində, vitrində olan portreti gördük. Yoldaşım şahid. Gördük o portreti. Bunu beyin sənə göstərir. Niyə? Çünki həmin anda sənin bütün amalın, istəyin falan o televizoru tapmaqdır. Adi bir gündə heç vaxt mən mağazalarda heç nəyə baxmamışam. Amma söndür dedim, gördüm, deyir, mən də gördüm. Gördüm deyirəm, gördük ikimiz də onu. Beyin belə işləyir dostlar.